Внимание! Говорит Москва! Говорит Москва! Заявление советского правительства. Граждане и гражданки Советского Союза. Сегодня, 22 июня, в 4 часа утра, без объявления войны, германские войска напали на нашу страну. Müharibə. Almaniyanın Reichskansleri Adolf Hitlerin böyük planına əsasən 2-ci Dünya müharibəsində əsas hədəflərdən bəlkə də birincisi Bakı idi. Müharibəni başlayanda artıq 1941-ci ilin 25 sentyabr tarixində Bakını zəbt edəcəyinə, onun neftinə sahib çıxacağına çox əmin idi. Təbliğat məqsədi ilə çəkilmiş filmdə Hitler Esseri adlı doğum günü tortunun Bakı hissəsini öz əli ilə kəsmişdi. 1939-cu il sentyabrın 1-də Almaniyanın sərhədləri pozaraq Polşa üzərinə hücumu. Sentyabrın 3-də İngiltərənin və Fransanın Almaniyaya müharibə elan etməsi 2-ci Dünya müharibəsinin başlanmasına səbəb olmuşdu. (1941-ci il iyunun 22-si gecə 03:15 radələrində isə faşist Almaniyası müharibə elan etmədən hücum etməmək haqqında müqavilənin xaincəsini pozaraq Sovet İttifaqına hücum etmişdi. Dünyada bu müharibə Sovet-Alman müharibəsi, 2-ci Dünya müharibəsi və 1941-45-ci illərə görə isə Şərq cəbhəsi adları ilə tanınır. Sovet İttifaqının bütün xalqları, o cümlədən Azərbaycan xalqı da yaşadığı dövlətin ərazisi uğrunda müharibəyə başlamışdı. Ümumilikdə Azərbaycan xalqı 640 mindən çox oğlu və qızını cəbhəyə yola salmışdı. 10 mindən artıq qadın səfərbər edilmişdi. 400 minə yaxın insan döyüş meydanlarından geri qayıtmamışdı. Müharibə illərində göstərdikləri igidliyə görə 42 Azərbaycanlı Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüş, 170 mindən çox əskər və zabit müxtəlif orden və medallarla təltif edilmişdi. Moskva uğrunda döyüşlərin ən ağır günlərindən birində, 8 dekabr 1941-ci il tarixində paytaxtın şimalında yerləşən Novgorod vilayətinin Pustinka kəndi yaxınlığındakı döyüşlərdə İsrafil Məhərrəmoğlu Məmmədov komandiri olduğu dəstənin döyüşçüləri ilə 400-dən artıq düşmən qüvvəsinin aramsız hücumlarını 9-10 saat ərzində dəf edərək mövqelərini daha da möhkəmləndirmişdi. Bu döyüşdə İsrafil Məmmədov özü 70-dən çox faşisti məhv etdiyi üçün ona dekabr ayının 11-də Sovet İttifaqı qəhrəmanı fəxri adı verilmişdi. İsrafil Məmmədov bu yüksək ada layiq görülmüş ilk Azərbaycanlı olub. İsrafil mənim 5-ci uşağımdır. Müharibəyə zor vermişəm. 4 qurbanlıq vermişəm Bahərliyə. Hidayət, İslam, İsə, İsrafil, qəhrəman anasıyam, 4 oğul vermişəm. Heç ağlamadım mən oğlanlarımı. Mən qəhrəman oğlumu ağlamadım. Dedim, namazlıqla ölməyib balam, mərdliklə ölür. Oradan müharibədən bana yollayırdı kağız, ana, səni borcundan qutarmamışam. Sana borçluyam, beni borcumdan qutardı. Qəhrəman oldu, mənim üzümə elədi, üzümə qara eləmədi. Halal olsun südüm ona, halal olsun vətən torpağı ona. Bizdə müharibə olmasın, dünyamız yaxşı olsun. Daha analar ağlamasın. Moskva uğrunda döyüşlərdə 1000 nəfərdən artıq Azərbaycanlı. O cümlədən tank alayı komandiri Həzi Aslanov, mayor Muxtar Süleymanov, kapitan İsrafil İsmailov, mayor Əhəd Şəmsizadə, leytenant Müseyib Allahverdiyev, pulemyotçu İdris Vəliyev, snayper Ziba Qəniyeva, tibb bacısı Aliyə Rüstəmbəyova və digərləri iştirak etmiş, Moskvanın müdafiəsinə görə medalı ilə təltif edilmişdilər. Наряду с нами сражались и доблестные дочери Азербайджана.
Прославила свой народ молодая азербайджанка-партизанка Алия Рустамбекова, которая сражалась на Смоленщине в партизанском отряде дедушки. Ее звали просто доктор Аля. Она погибла 30 июня 1942 года. И мы гордимся мужеством партизанки Али Рустамбековой. Təyyarəçi Hüseyn Bala Əliyev Leningradı düşmənin hava hücumundan qoruyarkən 17 ölümcül yaralısı da təyyarəsini yerə indirə bilmişdi. Göstərdiyi şücaətə görə ölümündən sonra döyüş ordeninə layiq görülmüşdü. 1943-cü ildə faşistlərin Almaniyanın Ştranse əsir düşərgəsindən İtaliyaya, Trieste və Yugoslaviyaya köçürdüyü Sovet hərbi əsirləri içərisində xeyli Azərbaycanlı var idi. Onlar gizli antifaşist təşkilatı yaratmışdılar. Təşkilatın rəhbərliyinə Mehdi Hüseynzadə, Mirdahməd Seyidov, Cavad Həkimli və başqaları daxil idi. Onların çoxu 1944-cü ilin fevralından əsirlikdən qaçaraq partizanlara qoşulmuş, Grandik adına İtalyan Yugoslav partizan diviziyasının tərkibində əlahiddə rota təşkil etmişdilər. Faşistlərə qarşı döyüşlərdə fərqlənən 50-yə qədər Azərbaycan övladı Yugoslaviyanın orden və medalları ilə təltif olunmuşdu. Mehdi Hüseynzadə 1944-cü ildə faşistlərlə döyüşdə xeyli düşmən məhv etmiş və ələ keçməmək üçün son gülləsini özünə vurmuşdu. 1957-ci ildə ona Sovet İttifaqı qəhrəmanı adı verilmişdi. 1944-cü ilin mart ayında biz İvan Grandik adına zərbə briqadasının nəzdində olan Rus bölməsində idik. Bu briqada Yugoslaviya Milli Azadlıq Ordusunun hərbi hissələrindən biri idi. Dağlarda ağır vuruşmalar gedirdi. Alman faşistləri bütün kəndləri qoşunla doldurmuşdular. Onlar Şimali Afrikada əzilmiş Feldmarşal Rommel ordusunun qalıqlarını belə oraya tökmüşdülər. Yugoslaviyadan keçib Rumıniya, Vengriyadan hücum edən Sovet ordusunun qarşısına həmin öz ordu qalıqlarını keçirmək istəyirlərdi. Hər yerdə partizanların hücumları fəallaşıb devam etməkdə idi. Bütün Sloveniyada körpülər dağıdılırdı, yollar minalanırdı. Alman faşistlərinin şərqə tərəf hərəkət edən ordu hissələrinə basqınlar edilirdi. Belə bir ağır dəqiqələrdə briqadanı sıraya düzüb 2 nəfər könüllü tələb etdilər ki, düşmən arxasında əməliyyat aparmaq üçün. Bu zaman mən və Mehdi Hüseynzadə öz razılığımızı bildirdik. Mən hələ uşaq ikən Alman dilini bilirdim, çünki mən Xanlar rayonundan anadan olmuşam. Mehdi isə Leningradda Xaricilər İnstitutunun fransız bölməsində təhsil almış, onu yarımçıq qoyub Bakıya köçmüş, Lenin adına Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində oxumuş, müharibə başlarkən isə təhsili yarımçıq qalmış, müharibəyə getmişdir. Hər ikimiz könüllü olaraq razılıq verdik ki, düşmən arxasında əməliyyat aparmağa hazırıq. Yanko adında gənc partizan bizə bələdçi verərək Cənubi Primorya okruğunun Xalq Müdafiə ştabının sərəncamına göndərdilər. Bu ştabın işi kəşfiyyat və əks kəşfiyyatla məşğul olmaq idi. Partizanların bu ştabı olduqca qüvvəli bir təşkilat idi. Biz də Trieste ətrafında həmin ştabın sərəncamına keçdik. Nəhayət onlar İlk partizan əməliyyatı olan kinoteatranın Obçina qəsəbəsində partladılmasını bizə tapşırdılar. Bir gün qabaq getdik dayandığımız olan Krayna Vasi kəndinə. Orada Maria Ştokanın evi bizim rezidensiyamız idi. Orada gizlənirdik, orada qalırdıq. Oradan isə həm ştaba gedirdik, həm də əməliyyata gedirdik. İndi həmin kənd Yugoslaviyanın teritoriyasındadır. O kəndin üstündə, dağın üstündə isə sərhəddir. O yanı Trieste tərəf isə indi İtaliyaya baxır. Biz həmin kənddən axşamüstü yola düşdük. Gəldik Rupim Piccolo kəndinə, Slovenca Repinç deyirlər. Orada bizi kəşfiyyatçı qız Milena gözləyirdi. O bizə deməli idi ki, yollarda vəziyyət necədir, Almanlar puskuda harada dayanmışlar, təhlükə haradan gözlənilir, haradan keçmək olar. Biz meşə ilə qalxdıq, dağın belinə, oradan Adriatik dənizi, Adria dənizi qəşəng görünürdü. Mehdi Adria dənizini görərkən Kaspini yadına saldı. Öz Novxanı bağlarından, uşaqlığından, məktəb həyatından, bacılarından, böyük bacısı ilə rayonda, həkimxanada necə ona kömək eləməyindən söyləyirdi. Mən də öz uşaqlıq həyatımdan, evimizdən, valideynlərimdən ona söhbət edirdik. Çünki biz gedirdik düşmən arxasında ilk əməliyyat aparmağa. Bilmirdik ki, salamat gələcək ya gəlməyəcək. Ona görə bütün həyatımız bir lenta kimi öz gözümüzün qabağından keçirdi. Mehdi bir sıra şeirlər də söyləməyə başladı. Çünki o ədəbiyyatçı idi. Bir çox yazışların şeirlərini əzbər bilirdi, özü də şeir qoşardı. Nəhayət biz gəldik, biraz aşağı düşdük, dincəlməli olduq. Orada biz and içdik ki,
kim salamat qalarsa, ilk dəfə öz evinə yox, yoldaşının evinə qayıdıb başımıza gələn əhvalatları söyləməlidir. Mən elə də etdim. Müharibə qurtarandan sonra heç Bakıda olmamışdım. Əzbərdən bildiyim meyitinin adresinə gəldim. Onun bacılarına, bibisinə, yeznələrinə başımıza gələn əhvalatları söylədim və indi hamıya məlum olan meyitinin partisan şəkillərini təqdim elədim və orada gördüyümüz partisan fəaliyyəti haqqında olan sənədlərin hamısını lazımi təşkilatlara təqdim etdim. 56-cı ordunun tərkibində 323-cü Dəniz Piyada Batalyonunda rabitəçi vəzifəsində xidmət etmiş matros Qafur Məmmədov Tuapse şəhəri yaxınlığında aparılan ağır döyüşlərdə qəhrəmanlıqlar göstərmişdi. 1942-ci ilin 19 oktyabrında faşist ordu hissələrinin hücumlarını dəf edərkən Qafur Məmmədov şəxsən düşmənin 13 avtomatçısını və bir minomyot heyətini məhv etmişdi. Həmin döyüşdə o öz komandirini düşmənin atəşindən müdafiə edərkən həlak olmuşdu. Sovet İttifaqı qəhrəmanı adı ona 1943-cü il martın 31-də verilmişdi. Qələbənin 30-40 sonraki yubiley tarixləri münasibətilə Azərbaycanda keçirilmiş plenumlar, elmi konferanslar, ədəbi-bədii gecələr və s. kimi tədbirlərdən görünən mənzərə odur ki, Azərbaycan xalqı 2-ci Dünya müharibəsində böyük vətən dediyi SSR-nin qalib gəlməsi üçün verdiyi qurbanlara görə peşman olmayıb. Bu böyük qələbədə böyük də payı olub və bununla güclü iftixar hissi keçirib. Müharibənin ilk günlərindən tərkibinə daxil edildiyimiz SSR torpaqlarını Alman faşistlərindən və onun müttəfiqlərindən qorumağı özünün mənəvi borcu hesab etmiş Azərbaycanlıların, minlərlə insanın ön cəbhədə, milyonlarla insanın arxa cəbhədə əlindən gələnin artıqını əsirgəmədiyi günlərdə, vətənpərvər xalqımızın həyat devizinə çevrilmiş hər şey cəbhə üçün, hər şey qələbə üçün şüarı ilə vuruşması, işləməsi, sadə əmək adamından tutmuş elm xadimlərinə, ziyalılara qədər hər kəsin zəhməti öz nəticəsini vermişdi. Dünyada bir nəfər yağıdan əsər, əmridir yurdumuz, qoymasın ordumuz. Dünyada bir nəfər yağıdan əsər. Milyonların qanı bahasına əldə edilmiş qələbədə təkcə elə Azərbaycan neftinin əvəzsiz rolunun, əhəmiyyətinin dərəcəsini bilənlər bilir. Marşal Konstantin Rakasovski həmin fikri belə şərh etmişdi. Hər bir hərbi təyyarəmizin, tank ekipajının düşmənə zərbəsində Bakı neftçilərinin payı var. Qoymasın ordumuz, dünyada bir nəfər yağıdan əsər. Marshal Qreçka yazmışdı ki, Azərbaycandan cəbhəyə tükənməz axınla yüksək keyfiyyətli benzin, silah, döyüş sursatı və ərzaqla dolu yük qatarları gəlirdi. Davada, yerdə, suda, havada, sal faşist cəbhələrin oda. Əmridir yurdumuz, qoymasın. İkinci Dünya müharibəsində Azərbaycanın xidmətlərini yüksək qiymətləndirən Nikolay Baybakov demişdi. Faşizm üzərində qələbə üçün Azərbaycanın etdiklərini bəlkə də heç bir respublika etməmişdi. 40-cı illərdə SSR-də çıxarılan 33 milyon ton neftin 23,5 milyon tonu Azərbaycanın payına düşürdü. Bütün bunlara baxmayaraq qəhrəman şəhər adına layiq olan da olmayan da bu adı aldı, bir Bakıdan başqa. Ordunun yanacağı olan tələbatının 80%-ni Bakı neftçiləri ödəyirdi. Yüksək keyfiyyətli xammal istehsal edən Bakı neftçilərinin və Yusif Məmmədəliyev başda olmaqla kimyaçı alimlərin əsas səyləri aviasiya yanacağının və yüksək oktantlı benzinin, eləcə də sütki yağlarının alınmasına yönəldilmişdi. Bakıda 30 növ silah və hərbi sursat hazırlanıb. Katyuşa raketinə yak 3 qırıcı təyyarəsi yığılırdı. Burada avtomobil zavodunun əsası qoyulmuşdu. Azərbaycan xalqı ölkəyə 100 min tonlarla məhsul, qızıl, gümüş, istiqraz, müxtəlif əşyalar, isti paltar, pul, ərzaq, işğaldan azad olmuş şəhərlərə yardımlar və s. göndərirdi. Dünyada bir nəfər yağıdan əsər, əmridir yurdumuz, qoymasın ordumuz. Dünyada bir nəfər yağıdan əsər. Qafqazdan Berlinə dək şanlı döyüş yolu keçmiş Azərbaycanlı çağırışçı və könüllülərindən 416, 271, 77, 223-cü diviziyaları yaradılmış və şəhərlərin azad edilməsində göstərdikləri rəşadətə görə müvafiq olaraq Taganrog, Karlovka, Simferopol
Belqrad diviziyaları fəxri adları ilə adlandırılmışdı. Позвольте поздравить вас и в вашем лице всех трудящихся Ростовской области с большим праздником 35-й годовщиной победы в Великой Отечественной войне, с важным общественно-политическим событием, открытием мемориала славы освободителям Таганрога и Ростовской области. В ряды действующей армии вступили за годы войны свыше полумиллиона сынов и дочерей Азербайджана. Их доблесть и отвага отмечены многими тысячами боевых наград Родины. 122 воина удостоены звания Героя Советского Союза. Тень паучьей свастики не коснулась азербайджанской земли, но вся наша республика стала арсеналом фронта. Азербайджан бесперебойно снабжал фронт и страну горючим, добывая 3/4 всей советской нефти, непрерывным потоком направлял действующие армии вооружение, боеприпасы, обмундирование, продовольствие. Мы хорошо знаем, дорогие товарищи, какие великие жертвы и лишения в годы войны выпали на долю вашего края. Одной из ярких страниц героической эпопеи Великой Отечественной войны является разгром гитлеровских войск под Таганрогом, овладение сильно укрепленным Миусинским оборонительным рубежом противника, полное освобождение Ростовской области в 1943 году. В этих боевых операциях неувядаемые славой покрыли себя войска Южного фронта, 28-й и 44-й, 2-й гвардейский и 8-й воздушной армий, 4-го кавалерийского, 4-го механизированного и 13-го стрелковых гвардейских корпусов, Азовской военной флотилии, 248-й и 130-й стрелковых дивизий, многих других частей и соединений. 19 августа они штурмом прорвали глубоко эшелонированную оборону противника на рубеже Миус-Самбек, вышли к Таганрогу и Азову и окружили группировку врага. В битве за Таганрог особо отличились воины 416-й азербайджанской дивизии, действовавшей на направлении главного удара. Они одними из первых ворвались в Таганрог. В ходе наступления дивизия уничтожила свыше 3000 вражеских солдат и офицеров, большое количество военной техники противника. За мужество и героизм, проявленные при освобождении Таганрога, 416-й дивизии приказом Верховного Главнокомандующего было присвоено почетное наименование Таганрогское, а ее личному составу объявлена благодарность. Arxivin fondlarında mühafizə edilən sənədlər içərisində müharibə mövzulu səs və görüntü daşıyıcılarını araşdırmaq, tarixin ötüb keçmiş səhifəsini vərəqləmək bəlkə də indi gərəksiz görünəcək. Lakin 2-ci Dünya müharibəsində əfsanəvi qəhrəmanlıqlar göstərmiş Quliyev Adil Hüseynoğlu, Piriyev Əlif Turxanoğlu, Əlibəyov Əvəz Mahmudoğlu, Fətullayev Həsən Fətullaoğlu, Quliyev Abbas Şahbazoğlu və digərlərinin səs və görüntü yazılarında əbədiləşdirilmiş xatirələrini dinlədikcə, müharibənin dəhşətləri göz önündə canlanır. İnanırsan ki, düşmənə qarşı igidliklə vuruşmuş Azərbaycan türklərinin vətənindən torpaq dilənən hər kəsi məğlub etmək gücündə oğul və qızları olub, var və olacaqdır. Murtuz Quliyevin, Akim Abbasovun, Məhər Quliyevin, Nəsir Manquliyevin, Əhmədiyyə Cabraylovun və başqalarının xatirələri bir hərbi məktəbin öyrədə biləcəkləri qədər önəmlidir. Hitlerin quldur dəstəsi qəflətən ölkəmizə basqın etdiyi vaxt minlərlə, 10 minlərlə adam hərbi komissarlara gəlib, gönüllü cəbhəyə getmək, vətəni təhlükədən qorumaq istədiklərini bildirdilər. Bu, böyük vətənpərvərlik nümunəsi idi.
Azərbaycanlı oğul və qızlarımız başqa qardaş xalqların nümayəndələri ilə birlikdə ağır müharibə illərində rəşadət və qəhrəmanlıq göstərdilər. Bizim qəhrəmanlarımız Mehdi Hüseynzadə, İsrəbil Məmmədov, Gəray Əsədov, Qafur Məmmədov, Cəmil Əhmədov və onlarla yüzlərlə başqaları əbədi olaraq öz adlarını tarixin şöhrət kitabına qızıl hərflərlə yazdılar. Azərbaycan ədəbiyyatının bütün janrlarında düşmənə qarşı mübarizəyə çağırış ruhu ifadə edilirdi. Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Məmməd Rahim, Osman Sarıvəlli və başqa şairlərin ilk əsərlərində bu çağırış daha güclü olub, düşmənə nifrət hissi aşılayıb. Ciddi əzab-əziyyətlərə dözməli olan həmvətənlərimizin öz insani hisslərini, nəcib duyğularını qoruyub saxlamaları, qələbəyə inamları poeziyada ön plana çəkilirdi. Səməd Vurğunun Ananın öyüdü, Süleyman Rüstəmin Ana və Paçtalyon, Gün o gün olsun ki, Rəsul Rzanın İntiqam kimi şeirləri dillər əzbəri olmuşdu. Müharibənin ilk günlərində daha çox lirik şeirlərin yazılması diqqəti cəlb edirdi. Xalq şairi Səməd Vurğunun bilsin ana torpaq, eşitsin vətən, müsəlləh əskərəm mən də bugündən misraları müharibə illərində hər kəsin dilində şüara çevrilmişdi. Dərdli ananın arttı, indi birə 10 dərdi, bir doğma oğul dərdi, bir də paçtalyon dərdi. Bir gün küçə qapısı açıldı çox sürətlə. Qonşular çıxdı evdən təəccüblə, heyrətlə. Gördülər ki, paçtalyon. Əlində məktub gəlir, elə bil qayalardan göyə qartal yüksəlir. Aldılar paçtalyonu bir qırpımda dövrüyə. Məktub kimədir? Söylə, niyə dinmirsən? Niyə? Zilləyib gözlərini ananın gözlərinə, paçtalyon qanad taxtı öz şirin sözlərinə. Bundan neçə gün əvvəl məndən küsən, inciyən, məktub olmasa bir də bu evə gəlmədim. Mərhəmətli, möhtərəm anayadır bu kağız. Hamı bir səslə dedi, gözlərin aydın, ay qız. Ana, gözləri yaşlı, ətir saçdı dilindən. Tez öpdü paçtalyonun, məktub verən əlindən. Əldə silah düşmənə qarşı vuruşan yazıcı və incəsənət xadimlərimiz də az olmayıb. Onlardan Əbülhəsən Ələkbərzadə, Ənvər Əlibəyli, Böyükağa Qasımzadə, İslam Səfərli, Zeynal Cabbarzadə və başqa yazıcı və şairlərimizin adlarını sadalaya bilərik. İştirakçısı olduqları müharibənin dəhşətlərini əks etdirən əsərlərini yəqin ki, kitabsevərlər oxuyublar. Hüseyn Abbaszadə əvvəl hərbi müxbir kimi cəbhədə iştirak etsə də, sonradan cəbhəyə yollanıb, göstərdiyi şücaətə görə fərqlənib və 1-ci dərəcəli Böyük Vətən Müharibəsi ordeni ilə təltif edilib. Xalq yazıcısı həm də General Həzi Aslanova həsr etdiyi General romanının müəllifidir. İsmail Şıxlı müharibədə ön cəbhələrdə Şimali Qafqaz, Krım, 3-cü Belarusiya cəbhəsi və Şərqi Prusiya istiqamətində döyüşən orduda sıravi əsgər olub. Hələ cəbhədə döyüşərkən yazdığı Cəbhə gündəlikləri romanı digər əsərləri kimi oxuculara yaxşı tanışdır. Arxivdə mühafizə edilən fono-video sənədləri içərisində Səməd Vurğunun Alman bənnası və Sovet zabiti, Əbülhəsən Ələkbərzadənin Müharibə romanı, Məmməd Rahimin Ölməz qəhrəman sənədli poeması, Məhəmməd Hüseyn Şəhriyarın Stalingrad qəhrəmanları, Sülavə Şəfanın Həzi Aslanov, Rəsul Rzanın 1418 poemaları, Hüseyn Abbaszadənin yaradıcılığında müharibə mövzusu, sənədli oçerklər, xatirələr və başqa ədəbi verilişlər də var. 1418
Bu illerin, günlerin saydır. Hayal peren kuş kimi gedir, gedir, kaydır. O amansız günlere, o amansız illere. Sınak, dözüm dersidir bu iller gelecek nesillere. Vətən kiçik bucaqdan, bir ocaqdan başlayır. Her insan bir zərrədir, xalqdan kiçik parçadır, milletinden parçadır. Mertlik xalqı yüksəldir, namertlik insanlığın şerefini alçaldır. Her qəlbdə olmasaydı, doğma yurda, ocağa, məhəbbət, bağlılık olmasaydı, bir xalqa, bir millətə, damağında yoxdursa, doğma dilinin dadı, sinəsində yoxdursa, böyük elinin odu, can dəsbərində yoxsa, möhri ana dilinin bir gayə, bir məqsədlə, qəlblər deyilsə bağlı, həqiqətlə yaraqlı, arzularla yaraqlı, oddan, alıldan keçib, Polat kim bərkimiş, qardaşlığın, dostluğun birliği olmasaydı, yaranabilir miydi bu inam, bu cesaret, metanət möcüzəsi, yaranabilirdi mi bu çox səsli qalibiyyət nəğməsi? Müharibənin ilk günlərindən Azərbaycan musiqisində vətənpərvərlik əsas yer tutdu. Bütün sənət adamları kimi bəstəkarlar da öz yaradıcılıqlarında döyüş meydanı yaratdılar. Dahi Üzeyir bəyin xalqı düşmənlə vuruşa ruhlandıran Cəngi, Şəfqət bacısı, Yaxşı yol, Vətən ordusu, Qəhrəman əskər və sair mahnıları dillər əzbəri oldu. Səməd Vurğunun sözlərinə bəstələnmiş Döyüşçülər marşı, Səid İstəmovun Qələbə himni, Cəbhəyə, Dənizçilər mahnısı, İrəli və sair mahnıları yazıldı. Süleyman Ələsgərov, Ağabacı Rızayeva, Şəfiqə Axundova və digərləri artıq qəhrəmanlıq ruhunda olan mahnıların müəllifləri kimi şöhrət tapmışdılar. Müharibə illərində Qara Qarayev, Cövdət Hacıyev, Sultan Hacıbəyov və digərləri iri həcmli simfoniya janrının müəllifləri olaraq əsərlər yazırdılar. Bəstəkar Tofiq Quliyev ordu və donanmada xidmət edən ansambllara rəhbərlik edib. 402-ci diviziya üçün Azərbaycan dilində və milli ruhda sıra mahnısı, Zeynal Xəlilin sözlərinə Azərbaycan diviziyası, Rəsul Uzanın sözlərinə vətən haqqında qəhrəmanlıq mövzusunda mahnılar bəstələyib. İfaçılardan ibarət konsert briqadalarının yaradılmasının, Ölməz Bülbülün başçılığı ilə Gülxar Həsənova, Fatma Mehrəliyeva, Bəhram Mansurov, Teyyub Dəmirov və başqalarının çıxışlarının döyüşçülərə, hospitallarda müalicə alan yaralılara böyük təsiri olub. Gənc olmalarına baxmayaraq Şövkət Ələkbərova, Sara Qədimova, Gülağa Məmmədov da döyüşlərin ən qızğın yerlərində öz məlahətli səsləri ilə döyüşçüləri ruhlandırıblar. Andım müqəddəsdir, gedirəm yenə, quldurlar üstünə, cəllad üstünə.
vətən torpağını, bu kainatı, qəlbə qüvvə verən bizim həyatı, İlan nəfəsindən qorumaq üçün vətən döyüşünə gedirəm bugün. İlan nəfəsindən qorumaq üçün vətən döyüşünə gedirəm bugün. Mayın 9-da SSR qoşunları Berlinə daxil olub və İkinci Dünya müharibəsi SSR-nin qələbəsi ilə başa çatıb. Beləliklə 1939-45-ci illəri əhatə edən İkinci Dünya müharibəsi 1939-cu il sentyabrın 1-də Almaniyanın Polşa üzərinə hücumu ilə başlayıb, 1945-ci il sentyabrın 2-də Yugoslaviyanın təslim olması ilə başa çatıb. Məşhur bir atasözümüz var: haqq nazilər üzülməz. Düşmənin nahaq işi, işğalçı müharibəsi əlbəttə ki, məğlubiyyətə uğramalı idi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 2003-cü il fevralın 25-də Vaşinqtonda keçirilmiş Şərq-Qərb enerji dəhlizi reallıqdır mövzusunda beynəlxalq konferansdakı nitqində demişdi. Çoxları indi də deyir ki, əgər Azərbaycan nefti olmasaydı, İkinci Dünya müharibəsində SSR-nin İngiltərə-Amerika koalisiyası ilə birlikdə Alman faşizminə qalib gəlməsi mümkün olmazdı. Prezident İlham Əliyev İkinci Dünya müharibəsində döyüşlərdə iştirak etmiş, işğalçılara qarşı gizli mübarizə aparmış, arxa cəbhələrdə çalışmış, həmin dövrdə SSR silahlı qüvvələrində xidmət etmiş şəxslərin Böyük Vətən müharibəsində qələbənin 75 illiyi Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilməsi haqqında 1 may 2020-ci il tarixində sərəncam imzalamışdı. Artıq İkinci Dünya müharibəsindən 80 il ötür. Bu illər ərzində 20-ci əsrin 80-ci illərinə qədər müharibənin dəhşətləri ədəbiyyatda, kinoda, musiqidə və incəsənətin digər sahələrində öz əksini tapıb. Poeziya nümunələri, ədəbi əsərlər Alman faşizmi ilə müharibədən bəhs edərək insanlara o dövrün faciəli günlərini daima xatırladacaq. Azərbaycan xalqı və dövləti faşizm üzərində qələbənin təmin edilməsində qəhrəmanlıq göstərən oğul və qızlarının xatirəsini daima hörmətlə yad edir. 1941-45-ci illər, müharibə illəri, Azərbaycan xalqı o illəri yaşayıb, qanı, canı, malı bahasına. İtkilər verib, sonunda qalib gəlib. O illər həm də Azərbaycanın tarixidir. Səs və görüntü sənədlərində də yaşadılan tarixi. 8 мая 1945 года в Берлине представителями германского верховного командования подписан акт о безоговорочной капитуляции германских вооруженных сил. Великая Отечественная война, которую вел советский народ против немецко-фашистских захватчиков, победоносно завершилась. Германия полностью разгромлена.